hər qapı sizə bağlı olacaq. Sistem 2 hissədən ibarətdir. Hazırda rəqabət çoxdur. Mütləq gedin. Sizin prioritetiniz könüllülükdə iştirak etmək yox, ingilis dilini inkişaf etdirmək olsun. Necə 3 saat yuxu ilə yatın. Könüllülüklə siz açılan qapılardan nəsə əldə edə bilərsiniz. Sizin həyatınız çox gözəl olacaq. Bilən hər əziyyətin nəticəsi var. Mən bunu özümdən bilirəm. Hamıya salam dostlar. Bugün yüksək tələbat üzərindən düşündüm ki, birinci kurslara tövsiyələr videomun uzun halını YouTube-a atım. Videomun qısa halını Instagramdan izləyə bilərsiniz. İlk öncə sizə universitet haqqında məlumat verim. Sistem necədir? Sistem 2 hissədən ibarətdir. İmtahana qədərki yığdığınız bal və imtahandan sonraki yığdığınız bal. İmtahana qədərki sessiya çox vaxt bütün universitetlərdə belə olur, amma dəyişən universitetlər var. 50 baldan ibarətdir və həmin 50 bal bir neçə hissədən ibarətdir. Əgər mühəndislik oxuyursa, çox vaxt laboratoriya da ora daxil olur. Amma normalda laboratoriyasız midterm, yəni kollegium imtahanı, prezentasiya və quiz aktivlik balınız 50 balınızı toplamağa gətirib çıxarır. Bu da bölünür. Sizin əgər laboratoriyanız varsa və ya başqa əgər kurs işiniz varsa, ona görə hər birinin balları fərqli ola bilər. Amma bizim universitetdə, yəni Adnusuda midterm 20 baldır. 10 bal laboratoriya, 10 bal quiz, 10 bal prezentasiya ola bilər. Və imtahandan və bu sayədə 50 bal toplayırsınız. Çox vaxt tələbələr 34 balı toplamağa çalışır ki, ümumiyyətlə universitetlərdə 34 bal giriş balı olduqda imtahandan çıxış balını 17 eləyir ki, 51-dən keçsin. Çünki digər tərəfdə mütləq 17 bal yığmaq lazımdır. 17-dən aşağı yığdığınız təqdirdə kəsilirsiniz. Ümumilikdə 51-dən aşağı yığdığınız təqdirdə yenə kəsilirsiniz. Ona görə 34-17 üçün çalışır çox vaxt tələbələr. Amma mən sizə təbii ki, bunu tövsiyə etmirəm. Ortalamanızı, ballarınızı nə qədər yüksək tutsanız, o qədər yaxşıdır. Fənlərin hər birinin özünə aid kreditləri olur. Elə fən ola bilər ki, 13 krediti olsun, elə fən ola bilər ki, 10 krediti olsun. Və təbii ki, krediti yüksək olan fən sizin ortalamanıza daha çox təsir edir. Mənə ən çox gələn suallardan biri də o idi ki, ortalama nəyə lazımdır? Niyə mən onu yuxarı tutmalıyam? Əgər siz magistra hazırlaşırsınızsa, sizə ortalama mütləqdir. Magistra gedərkən siz 3 meyar üzrə qiymətləndirirsiniz. IELTS balınız, ortalamanız və sosial aktivliyiniz. Bugünə qədər gördüyünüz işlər. Və sizin ortalamanız aşağı olduğu təqdirdə elə universitetlər var, məsələn 85-dən aşağı qəbul eləmir. Elə universitet var 95-dən aşağı qəbul eləmir. Nə qədər yüksək, o qədər yaxşıdır. Ona görə yüksək krediti olan fənlərə çox diqqət edin. Ortalamanız o qədər təsir edir ki, mən birinci kursun birinci semestri 65 ortalama ilə qurtarmışdım və mənə heç kəs deməmişdi ki, ortalama o qədər vacibdir. Və ikinci semestr 85 eləyib, birinci semestri ümumilikdə səhv etmirəmsə 70 ilə bağladım ya da 75 ilə bilmirəm. Belə 70-75 arası bir ortalama ilə bağladım. Çox təəssüf eləyirəm. Mən hələ də onu düzəltməyə çalışıram. Bu semestri 95 ortalama ilə bitirməyimə baxmayaraq və bundan əvvəlkiləri də çox yüksəklə bitirmişəm. No, dəstə deyil. Salam. Bir dəqiqə. Salam, necəsən? Necəsən? Küçük bir reklam arası harda qaldığımı unutdum. Yəni ortalamamı hələ də düzəltməyə çalışıram və ümid edirəm ki, ümumilikdə 85 ortalama ilə bitirə bilərəm və istədiyim universitetə qazanaram. Bəs Azərbaycanda niyə lazımdır ortalama? Təqaüd proqramlarına müraciət etdiyiniz zaman 3-4-cü kursda siz yenə dil bilikləriniz, sosial aktivliyiniz və ortalamanızla qiymətləndirilirsiniz. Çox vaxt 85-dən aşağı qəbul etmirlər. Ona görə ortalamanızı nə qədər yüksək tutsanız, o qədər yaxşıdır. Və əlavə olaraq sizə tövsiyə edirəm ki, müəllimlərlə də aranızı yaxşı tutun. Əlbəttə ki, hər şey hörmət çərçivəsi daxilində olmalıdır. Heç bir müəllimə onsuz da hörmətsizlik etməməlisiniz. Amma belə deyim, aranızda yaxşı tuta bilərsiniz. Mən heç vaxt müəllimlərlə çox yaxşı əlaqəm olmayıb. Mən ümumiyyətlə çox əlaqəm olmayıb. Mən çox vaxt universitetə gedib gəlmişəm. Bu semestr elə müəllimlər vardı ki, əlaqəm var idi. Normal, hər qrup yoldaşımın olduğu kimi. Tövsiyə edirəm ki, aranızı yaxşı tutun. Çünki prinsip aparan müəllimlər olur. Universitetdə
çox kəsən müəllimlərin olması normaldır. Bizim belə bir müəllimimiz var idi. Məni zərbəçilikdən saxlamışdı və potokda 60-70 nəfər kəsmişdi. 100 nəfərdən biz onu şikayət eləsək də baxılmamışdı. Yəni bu tip məsələlərə çox vaxt baxılmır. Özünüzü öldürməyin. Apellyasiyada bal verilmir. Bunlar həqiqətən həqiqətlərdir. Elə bilirsiniz ki, apellyasiya hər şey qanunlandır, hər şey qayda ilədir, amma elə deyil. Apellyasiyaya baxılmır. Baxılsa da bal qaldırılmır. Elə universitetlər var, əlbəttə ki, qaldırılmış ola bilər, amma mən bu halına rastlaşmışam, bunu sizə influence edirəm. Gəldik könüllülük, digər aktivitelər, sosial aktivitelərə. Könüllülük ilə bağlı mənim Instagramda videom var idi. İstəsəz burada ətraflı video ataram. Könüllüyə mən RIB-lə başlamışam. Sizə də tövsiyə edərəm orayla başlamağı. 1 il könüllü olmuşam, 6 ay koordinator işləmişəm və mənim üçün digər könüllülərə açılan bir qapı idi RIB. Və mən orayla ikinci könüllüm artıq COP29 olub və bəlkə də çoxunuz bilirsiniz. COP29-dan 1500 manat dəyərində könüllülər mükafat əldə etmişdi. Prezident İlham Əliyevin imzası olan sertifikat, diplom ya sertifikat əldə etmişdik və belə formulada artıq könüllü oldum. Azərbaycan Women in Science təşkilatının səfiri olaraq da çalışmışam. Yəni startaplar vermişəm, startap sahəsində də varam. Bir çox tədbirlərdə aparıcı natiq kimi iştirak etmişəm. Yəni bu CV-mi bura tökməyim, amma bu tip tədbirlərdə mütləq iştirak edin. Hardan tapa bilərsiniz? Könüllü olduğunuz təqdirdə, ətrafınız genişlədiyi təqdirdə siz yox, onlar sizi tapacaq hətta. Bacarığınız olduqdan sonra hər şey mümkündür. Mən hazırda SMM olaraq işləyirəm. Öz açıq səhifəmi açandan sonra bu yaranıb. Mən özüm heç bir kursa getməmişəm. Amma sizə tövsiyə edirəm ki, SMM kursuna gedəsiniz, öyrənəsiniz, müxtəlif bacarıqlar əldə edəsiniz. Çünki hazırda rəqabət çoxdur. Bizim kimi çox gənc var ki, uğurlu olmağa çalışırlar və hamısı nəsə edirlər. Ona görə stabil qalmaq sizə heç nə qazandırmayacaq. Boş universitet diplomu sizə heç nə qazandırmayacaq. Əsas mənim üçün bir motto var ki, vaxt gələndə, yaşım artıq müəyyən bir həddə çatanda niyə bunu eləmədim, niyə vaxtında çalışmadım deməyim, heyfslənməyim. Sizə də bunu arzu edirəm. Yaşımız neçə olursa olsun, heyfslənmək yerinə həmin anki həyatımızdan həzz alaq. Könüllülüklə bərabər təcrübə proqramlarında iştirak edin. Öz ixtisasınızla bağlı biliklərə yiyələnin. 3-4-cü kursda artıq təcrübələr olur ki, öz ixtisasınızı gedib təcrübə edirsiniz. Mütləq gedin. Mühəndislik oxuyursunuzsa, SOCAR-ın könüllülük proqramı var. Mütləq iştirak edin. Hazırda süni intellekt dövrüdür. Kompüteri nə qədər bilsəniz, o qədər yaxşıdır. Öyrənin, öyrənmədən çəkinməyin. Ən əsası ingilis dilinizi inkişaf etdirin dostlar. İngilis dilinizi inkişaf etdirmədiyiniz təqdirdə hər qapı sizə bağlı olacaq. Yəni bu biraz geniş bir cümlə ola bilər, amma o qədər əminəm ki, bunun belə olduğuna. Könüllülük də sizə bağlıdır. Bütün aktivitelər, amma yəni deməyin ki, mən ingilis dil biliyim yoxdur, mən heç yerə çıxmayım. Öyrənin dostlar. Yəni sizin prioritetiniz könüllülükdə iştirak etmək yox, ingilis dilinizi inkişaf etdirmək olsun. İngilis dili bu dəqiqə hamısından daha vacibdir. Sizə özünüzü çox yormayın. Sadəcə universitetə gedin, bir könüllülükdə gedin, iştirak edin deməyəcəm dostlar. Yorun. Gecə 3 saat yuxu ilə yatın. Özünüzü yorun. Tək könüllülük demirəm, könüllüklə heç nə əldə etmək olmur. Könüllüklə siz açılan qapılardan nəsə əldə edə bilərsiniz. Amma tək könüllüklə mən gedib iş tapacağam deyə bir şey yoxdur. Tövsiyə edərəm ki, hər sahədə özünüzü sınayın. 3 saat yatın, 4 saat yatın, amma bilin ki, 25 yaşınıza gələndə sizin həyatınız çox gözəl olacaq. İstədiyiniz momentdə, istədiyiniz yerdə olacaqsınız. Heç nə boşuna deyil. Çəkilən hər əziyyətin nəticəsi var. Mən bunu özümdən bilirəm və ümid edirəm ki, hamımız çəkdiyimiz əziyyətin, zəhmətin qarşılığını bir gün alarıq. Hamımız valideynlərimizin gözündəki o qürurlu baxışı necə ki indi görürük, vaxtı gələndə yenə görərik. Ümid edirəm ki, tövsiyələrim maraqlı oldu. Əgər nə sualınız varsa, şərhlər bölməsinə qeyd edə bilərsiniz və takip etməyi unutmayın.